Hər birinizi salamlayıram. Bizə podkastın növbəti buraxılışını necə deyirlər, növbəti seriyasından sizi salamlayıram. Burada ümumiyyətlə oradan-buradan danışacağım bir seriya olacaq. Hansı ki, şəxsi inkişaf barəsində və ya da ki, şəxsi inkişaf sferasında dönən illüziyalardan danışacağam. Başladıq. Mən potensialımı açım, hər şey düzələcək. Və ya da ki, həyatda elə bir səviyyə var ki, mən orada çatım, hər şeyim yağ-bal kimi gedəcək və hər şey düzələcək. Mən ruh eşimlə, yəni həyatım birləşəcək və ruh eşim gələcək, hər şey super olacaq, hər şey çox rahat olacaq. Biz çox xoşbəxt olacağıq, bolluq, bərəkət içərisində, xoşbəxtlik, rifah, bu kimi fikirlərin döndüyü bir dünyada. Görəsən, həqiqətən belədirmi? Bu uydurma, yoxsa bir uydurmadırmı? Ümumiyyətlə, biz insan olaraq, xüsusən də yəni münasibətlərdən danışası olsaq, bəy və qadın, yəni çox fərqli mexanizmlərə sahibdirlər və nəzərə alsaq ki, beyin olaraq, və eləcə də cinsi olaraq fərqlidirlər və eləcə də bəlkə də burada digər fərqlər də var, hansı ki, irqi, mədəni fərqlər, kültürel fərqlər və bunlar hər biri bizim tərbiyəmizə, bizim xarakterimizə, bizim yəni yolumuza təsir edən yerlərdir. Və biz düşünürük ki, mən ruh eşim gələcək və onunla hər şey çox rahat olacaq. O mənə elə bir baxışdan, yəni hər şeyimi biləcək, mənim içimi oxuyacaq və hər şey çox anlayacaq. Yəni belə bir şey yoxdur. Yəni heç kimi oxumaq, heç kimi təxmin etmək, bilmək məcburiyyətində deyil. Bunlar o qədər çox belə dərin və ya da ki, həddindən çox bir növ mənalar yüklədiyimiz yerlərdir və bir çox hallarda da ilişib qalırıq burada. Düşünürük ki, yəni budur, bu şəkildə olmalıdır. Amma əslində belə deyil, yəni bu şəkildə olmalı deyil. Və ya da ki, bəziləri də düşünür ki, mənim həyatımda olan insan mənim ruh əkizimdir. Xüsusən də bir neçə il bundan əvvəl twin flames, soulmate sözlərinin, anlayışlarının həddindən çox göydə uçuşduğu bir dövrdə idi və hansı ki, biri qaçan, biri tutan, yəni biri yapışan, biri qaçandısa, bu o deməkdir ki, o mənim ruh əkizimdir. Çox absurd fikirlərin səsləndiyi bir növ belə deyək də, bir aləm, camiə var idi və insanları bu şəkildə aldatmağa çalışırdılar. Halbuki həqiqət belə deyil, yəni. Əgər bir insan münasibətdən qaçırsa və sevə bilmirsə, bu o deməkdir ki, o insan emosional olaraq, yəni dayanıqlığı yoxdur, davamlılığı yoxdur. Yəni o insan səni istəmir. Yetəri qədər istəsə, bunun üçün çaba göstərər. Hətta qorxularına rəğmən belə və ya da ki, öz yaralı egosuna rəğmən belə. Amma yəni belə deyək də, eşqi, sevgini çox dramatik bir yerdən, sanki əziyyət çəkməliyik, əziyyətli bir yerdən baxırıq və düşünürük ki, yəni heç bir şey rahat şəkildə olmayacaq və ya da ki, mən əziyyət çəkirəmsə, bu transformativ bir eşq hekayəsidir. Yəni mən transformasiya uğrayıram. Bu çox dönüşdürücü, belə deyək də, çalxalayan bir yerdəndir. Amma həqiqət bu deyil, yəni belə deyək də, günün sonunda münasibətlər bizi dönüşdürən və böyüdən yerlərdir, bəli. Amma bu dönüşmə və böyümə nə qədər sağlamdır, buranı bir sorğulamaq lazımdır. Yəni bu heç bir halda əziyyət çəkmək, yəni bütün günü kiminsə arxasınca qaçmaq, nəsə etmək demək deyil. Sadəcə bir münasibətdə var ola bilmək, görülmək, yəni ehtiyaclarının, beləcə də gözləntilərinin də qarşılanması, bunlar çox vacib olan yerlərdir. Və biz düşünürük ki, yəni biri gələcək və məni şərtsiz olaraq sevəcək. Belə bir şey yoxdur. Yəni insan təbiətində şərtsiz sevmək deyə bir şey yoxdur. Bu yalnız ana və uşaq arasında qurulan bir şeydir ki, bir çox hallarda bəzilərimiz bu sevgidən belə məhrum olmuşuq. Yəni məhrum böyümüşük. Bunlar da çox yaralı yerlərdir.
və düşünürük ki, yəni biri gələcək və bizi tamamilə bütün xüsusiyyətlərimizlə, bütün cəhətlərimizlə sevəcək. Əslində isə sadəcə özümüzü aldadırıq. Yəni belə bir şey yoxdur. İki yetkin arasında qurulan münasibətdə konfliktlər olur. İki sağlam və yetkin insan tərəfindən qurulan münasibətdə bir-birlərini bəyənmədikləri, bir-birlərini dəstəkləmədikləri yerlər ola bilir. Yəni bir insanla münasibətdə olmaq və ya bir insanla evli olmaq o demək deyil ki, yəni o insan bizə hər şeyi verəcək və ya da ki, o insan yəni çox mükəmməl bir insandır və mükəmməl insan olmaq məcburiyyətindədir. Xeyr, belə bir şey yoxdur. Hər birimiz münasibətə girərkən zəif və güclü tərəflərimizlə giririk. Və bura yaralarımız, bizim keçmiş münasibətlərdən yaşanmışlıqlarımız, hər şeyimiz daxil olur və bu bir paket olaraq, bir hədiyyə olaraq bizə gəlir yəni. Və dolayısıyla yəni doğru insanı tapmaq üçün doğru insan ola bilmək də çox vacibdir. Yəni sadəcə qarşı tərəfdən sevgi gözləmək və ya da ki, hər şeyimi o eləyəcək, hər şey belə yağbal kimi gedəcək gözləntisi sadəcə uşaqların gözləyə biləcəyi bir yerdir və uşaq mövqeyindən münasibətə yanaşmaqdır. Və təəssüf ki, belə bir şey yoxdur. Yəni ki, kimsə gəlir səni sağaldır, kimsə gəlir səni bəhbəh içində saxlayır. Belə bir şey yoxdur. Yəni heç kim heç kimin məsuliyyətini almaq istəmir və bu çox təbii və normaldır. Məsələ odur ki, sən özünə nə qədər dəyər verə bilirsən və özünə nə qədər dönüksən və özünün nə qədər fərqindəsən, bu çox vacibdir. Və nə qədər ki, belə illüziyalara sahibsən, onsuz ilişib bir yerdə qalacaqsan. Çünki gözləntilərin, yəni bir növ belə deyək də, reallığın tam olaraq əksinədir. Yəni reallıq ötəsində utopik bir şeylərdir və bu utopik gözləntilər çox təəssüf ki, səni ilişib bir yerdə qalmağa vadar eləyir. Hətta belə deyərdim. İlişib bir yerdə qalırsan, irəliləyə bilmirsən. Və ya da ki, bir qism insanlar da düşünürlər ki, mən bəxtsizəm, hansı ki, yəni mən kasıb bir ailədə böyümüşəm, doğulmuşam, mənim anam atam imkanlı deyillər və mən dünyanın ən bədbəxt insanıyam. Və ya da ki, bizim ölkədə daydaysız heç bir şey mümkün deyil və yəni irəli getmək istəyən onsuz yəni geri çəkirlər və ya da ki, onu aşağı çəkirlər. İrəli getmək istəyən insan irəli getməyin yolunu tapa bilir. Yəni yolunu axtarır və onu həqiqətən də geri çəkmək istəyən insanlar da var. Hansı ki, onlar düşünürlər ki, yəni o irəliləyir və mən ondan geriyəm. Yəni bir növ onu trigger eləyir və istər-istəməz onda da yəni bir nifrət, ikrah hissi oyadır və eləcə də onun kiminsə, yəni rahatlığını, komfortunu pozur deyə, kiminsə inkişafı. Ona görə dolayısıyla yəni kimsə geri çəkmək istəyir, yəni aşağı çəkmək istəyir. Bu normaldır. Yəni cəmiyyətimizdə də ümumiyyətlə yəni real həyatda, yəni hər bir yerdə bu şəkildə olur. Bizim cəmiyyətdə daha çox xüsusən bunu görürəm. Çünki bizim cəmiyyət üçün qurban rolunda olmaq, nələrsə bəhanə etmək daha rahatdır, nəinki də məsuliyyət alıb inkişaf etmək. Və yəni inkişaf etmək istəyən insanlar deyərdim ki, çox azdır. Və ya da ki, inkişaf etmək istəyib də, amma yolunu tapa bilməyən, yəni yolunu, yöndəmini bilməyən insanlar həddindən çoxdur və xüsusən də yəni şəxsi inkişaf adı altında deyilən fikirlərin çoxsu da çox belə reallığa uyğun olmadığı üçün insanlar sanki çox tələyə düşürlər, belə qarmaqarışıq bir yola düşürlər və başa düşmürlər ki, ümumiyyətlə həqiqət nədir və hər kəs bir növ elə ki, öz oxundan, öz reallığından, dəyərlərindən uzaqlaşır. Çünki bir çoxlarının da şəxsi inkişafa göstərdiyi meyil sadəcə öz travmalarından qaçmaqdır bəlkə də. Ona görə də məsələ odur ki, sənin üçün inkişaf nədir, nəyi ifadə eləyir? Burada hansı fikirlərin reallığa uyğundur, hansılar yox?
bilməyini istəyirəm ki, inkişaf step by step qaydasından gedir və bu kiçik addımlar belə səni bir yerlərə aparır və çox önəmlidir ki, sən burada davamlılıq göstərəsən və ən əsası isə yəni sadəcə yola çıxasan və başlayasan. Onsuz səhvlər insanoğluna aiddir və səhvləri hər birimiz eləyəcəyik. Yəni səhvlər mümkün deyil ki, olmasın ki. Və bu yolda sənin dəstəyə də ehtiyacın ola bilər. Bu da çox normal və təbiidir. Nə qədər ki dəstəyə açıq olacaqsan, o qədər yəni yol daha rahat bir növ, daha sürətli şəkildə gedəcək. Nə qədər ki dəstək almayıb, yəni öz egovu kənara qoymayıb, bir növ ancaq mən həqiqətləri bilirəm, mən ən doğrusunu mən bilirəm yalanına bir növ aldanırsansa və düşünürsən ki, bu şəkildədir. Sadəcə inkişafdan qaçırsan, yəni bunu biləsən. Belə, inkişaf etmək heç bir halda nələrisə üstünə gətirmək deyil. Əksinə, içinə dönüb sənə aid olmayan şeyləri bir növ özündən uzaqlaşdırmaq və sənə aid olanları tapmaqdır və özünə dönüşdür. Yəni əslində öz ilkin versiyana. Çünki sən uşaqlıqda çox şeylər yaşadın və yaşadığın travmalar və ya da ki sənə yüklənən mənalar və rollar səni özündən, öz oxundan ayırdı və indi isə çox vacibdir ki, sən öz yeri və qaydasına. Bu çox vacibdir. Və belə. Yəni deyilən hər fikri həqiqət kimi qəbul etməməyini və sorğulamağını istəyirəm. Çünki sorğulamaq, analiz etmək çox vacibdir və bunlar sənə yol göstərəcək. Və belə yəni lazım olan o dəstək, lazım olan şeylər sənə gələcək. Beləcə də dəstək üçün mən də buradayam, yəni. Biz buradayıq, bərabərik. Dolayısıyla dəstək ala bilərsən. Belə.